deyir məsəl üçün HR olmaqdan ötürü nə olmaq lazım, nə etmək lazım? Deyirəm HR olmaq üçün adam olmaq lazımdır. Bəh. Qəşəng. Yəni bütün oxuduqlarımız, bütün təlimlər, bütün funksionallıqlar hamısı sonunda bir şey deyir ki, sən adam ol. Əgər sən adam olsan, yəni bütün məsələlər öz həllini sakit və pozitiv bir axında tapacaq. Əgər sən bax işçinə prinsip aparırsansa, bunun nəticəsi nə olacaq sənin üçün? Ay sağ ol. Sən əgər işçinə prinsip aparmadığın halda sənin böyüklüyün ortaya çıxır. Ay sağ ol. O işçi sonra özü də dərk eləyəcək ki, o mənim üçün bu problemi yarada bilərdi, amma yaratmadı. Ay sağ ol. Sonra o özü gəlib səni sevəcəkdir. Gözəl. Burada yəni bizim üçün bir yol var da, Məhəmməd Peyğəmbərin bir sünnəti var da. Bəli. Adam öz düşmənlərini belə öz əməli ilə öz dostlarına çevirə bilirdi. Möhtəşəm. Yəni bir dənə o prinsipin aparılmamasından bağlı bəlkə məqalələr, kitablar, əsərlər var. Bu müasir idarəçiliyin əsas... Yəni sadəcə adam olsa, necə ki bütün elmlər o fəlsəfədən yaranıb, şaxələndiyi kimi, yəni bütün o məsələlərdə sadə formada desək, rəhbər adam olmalıdır. Yəni o məsələ, digər məsələlər hamısı öz həllini tapacaqdır. Və o cür insanların da sayı mən gördüyüm, ən azı mənim ətrafımda olan bu gün idarə etməmizdə çoxdur. Buonasera. Sən axı özün yaxşı bilirsən ki, bu çaya görə mən şəxsən Şri-Lankaya uçmuşam. Yaxınlarımız şu, əziz insanlarımız şu. Xahiş edirəm Don, icazə verin bu çayın satışını təşkil edək. Hacı çay, imtina edilməyəcək təklif. Salam dostlar, xoş gördük. Açar yenidən efirdədir. Bugün çox dəyərli qonağım var. Ən aktual mövzulardan birini müzakirə edəcəm Ruslan müəllimlə. Ruslan Hümbətov, əmək və sosial münasibətlər üzrə ekspert. Bugün HR-dan danışmaq istəyirik. İnsan resursları, human resources, ingiliscə desək. Əvvəllər Addel kadr deyirdilər, Sovet vaxtında kadrlar şöbəsi, Ruslan müəllim. Demək, bu sahə çox vacibdir. Xoş gəlmişsiniz əvvəl. Çox sağ olun. Bu sahə çox vacibdir. Mənim özümə nə qədər gənclərdən müraciət ediblər, bu sahədə təhsil almaq istəyirlər. Mən təbii ki, yönətmişəm müxtəlif kurslara, hətta iş üçün də mənə müraciət ediblər. İşə də yönətmişəm müxtəlif şirkətlərə. Mənim həyatda missiyalarımdan biri o vasitəsili missiyasıdır. İndi söhbət nədən gedir? Bəli, kurslar çoxdur, təlim mərkəzləri, dərslər çoxdur HR sahəsində, insan resursları sahəsində. Amma yenidən qayıtmaq istəyirəm mən sizin baxışınızla. Siz bu sahənin mütəxəssisisiniz, 15 ildir bu sahədə çalışırsınız, təlimlər keçirsiniz, böyük şirkətlərdə HR sahəsinə rəhbərlik edirsiniz indi fakt olaraq. Bu sahənin bizə məlum olmayan tərəflərindən danışın siz. Və yaxud, belə deyim, faydalı tərəflərindən bizə baxan insan həm mən öyrənim sizdən, həm də bu sahəyə maraqlı olanlar öyrənsinlər və sonra bizə dua etsinlər ki, biz onlara nəsə ödənişsiz bir şey təqdim etdik. Mən əminəm ki, sizdə
çox dəyərli məlumatlar var bu sahədə Ruslan müəllim. Buyurun. HR nədir ümumiyyətlə? İnsan resursları nədir? Nə vaxtdan bizdə başladı? İdarəçilikdə insan resursları mərkəzinin şirkətdə yeri nədir? İnsan resursları yaxşı işləsə, şirkətə hansı töhfəni verəcək? Çox sağ olun müəllim, mən dəvət elədiyiniz üçün. Sizinlə elə nəinki bir verilişdə, bir ortamda olmaq özü bir gözəllik. Canım. Bunu indi ortaq dostlarımız da bilir, sizin dostlar da bilir. Çünki siz əxlaqa, mənəviyyata dəyər verən insansınız. Hansı ki, bugün buna ehtiyacımız var. Niyə? Çünki qərb dəyərlərinin axın asdığı bir dövrdə özünüz də bilirsiniz ki, ya təəssüfdənmi, ya xoşbəxtçilikdənmi sel gələndə həmişə çör-çöp gətirir. Manalı. Onun qarşısını almaqdan ötürü sizin kimi mənəviyyata, əxlaqa dəyər verən insanlar cəmiyyətimizdə olmalıdır. Onun üçün sizə təşəkkür və dəvət üçün təşəkkür edirəm. Var olun. Sualınıza gəldikdə isə HR, insan resursları təşkilatın ana sütunlarından biridir. Məsəl üçün maliyyə var, hüquq var, istehsalat var, satış var, marketinq var. O cümlədən insan resursları. Bunlar birlikdə şirkətin özünü təşkil edir. İnsan resursları bir var funksional, bir də var struktur olaraq. Funksional olaraq o şirkətin məqsədlərinə çatması üçün istedadların seçilməsi, cəlb edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi bunlara töhfə verən proseslər, təcrübələr, strategiyalar sistemidir. Belə deyək. Struktur olaraq indi bu iri, orta, kiçik biznesdə fərqli ola bilər. Şöbə ola bilər, qrup ola bilər, hətta böyük bizneslərdə idarə ola bilər. Burada o yenə dediyim ki, insanların işə qəbuludur, onların mükafatlandırılmasıdır, vəzifə dəyişiklikləridir, təlim inkişafıdır, xitamıdır. Bununla bağlı fəaliyyəti həyata keçirən bir orqandır, ona cavabdeh olan bir strukturdur. HR bölməsi. Bəli, bəli. İnsan resursları. Bəli. Bu da şirkətin məqsədlərinə çatması üçün çox vacibdir. Çünki şirkətin ana məqsədi özəl sektordan söhbət gedirsə, bu kommersiya qurumudur. Burada əsas o mənfəət əldə etmək üçün. Bəli. Açılmış bir qurumdur. Bəli. Bunun da kimlər bu mənfəəti gətirir? İnsanlar. Bu insanları seçən, onları inkişaf elətdirən, onları saxlayan, varisliyini təmin edən, onların gedişini təmin edən kimlərdir? İnsan resursları departamenti və yaxud şöbəsi. Siz təlim məsələlərinə toxundunuz. Bugün bəli, bizdə insan resursları sahəsində təlim kursları çox geniş yayılıb. Bu müsbət bir haldır. Müsbət bir haldır ki, dünyada olan tendensiyaları bizə gətirir. Hansı ki, özünüz də bayaq dediniz ki, əvvəl bizdə bir kadrlar şöbəsi səviyyəsində idi. Bəli. Amma o HR deyildi də. Bu HR-ın funksiyası fərqlidir də. Bəli, o da HR-dır. O, belə deyək də, insan resurslarının bünövrəsidir. Yəni, müqayisəli desək, bilmirəm, bəlkə nə qədər uğurlu olar müqayisə. Məsələn də, bizim hər birimiz ailəsi var. Ailəmizi, uşağımızı harasa maşından aparırıq və yaxud özümüz harasa maşından gedirik. Amma bizim statusumuz, vəzifəmiz artdıqca biz artıq uşağı apara bilmirik və yaxud həyat yoldaşını işləyirsə ona maşın tutulur, şofer tutulur. Görürsünüz, onu mövcud vəziyyət göstərir ki, lazımdır. Ay, sağ ol. Hətta sonra hər bir uşağa da tutula bilər. Yəni, vaxt time managementdən əlaqədar. Yəni, onu konjunktur göstərir ki, nə dərəcədə lazımdır.
Bizdə məsəl üçün dünya ölkələrində HR-ın digər qolları daha çox inkişaf edib. Çünki orada böyük şirkətlər, böyük korporasiyalar çoxdur. Amma bizdə isə baxsaq statistikaya görək ki, kiçik, orta biznes daha çoxdur. Nəinki böyük bizneslər. Kiçik orta biznesdə isə bu gün həmin dediyimiz o bünövrə, o kadrlar, əmək münasibətləri və yaxud kadr kargüzarlığı daha çox yayılır. Mən tövsiyə edərdim ki, indi gənclərimiz o sahəni daha dəqiq bilsin. Çünki sən qanunvericiliyi bilmədən, işçilərin, işə götürənin hüquq və vəzifələrini bilmədən sabah o münasibətləri tənzimləyə bilməyəcəksən. O şirkətdə baş verən toksik mühitdir, narahatçılıqdır, münaqişələrdir. Onları sən idarə eləməlisən. Onları idarə eləməkdən ötürü də sənin istinad nöqtələrin olmalı ki, mən nəyə istinad edirəm? Çünki sabah baş verən hər hansı bir nöqsan, problem sabah mediasiya orqanlarına, məhkəmə orqanlarına, dövlət əmək müfəttişliyi xidmətinə müraciətlə nəticələnəcək. Əgər sən səhvə yol vermisənsə, şirkət cərimə ilə üzləşə bilər. İşə götürən cərimə ilə üzləşə bilər. Yəni bir işçinin müqaviləsiz işləməsi şirkətə 30.000 manata başa gələ bilər. Hansı ki, bunun 20-25 mini hüquqi şəxsədir, 192 birinci maddə əsasən inzibati xətalar məcəlləsi və 3000-dən 5000-ə də vəzifəli şəxsədir. Əgər şirkətin məqsədi mənfəət əldə etməkdirsə, yəni 30.000 kifayət qədər böyük məbləğdir. Bəli. Böyük. İndi Ruslan, burada hansı məcəllə tənzimləyir? Bu əmək qanunvericiliyi sistemi gedir. Əmək qanunvericiliyi sistemi dedikdə burada əmək məcəlləsi, digər normativ hüquqi aktlar, digər normativ hüquqi aktlar, məsələn, inzibati xətalar məcəlləsi. Bizi cərməliyəndə nə ilə cərməlilər? İnzibati xətalar məcəlləsi. Cinayət tərkibi varsa, hansı məcəllənən cinayət məsuliyyətinə cəlb edirlər, cinayət məcəlləsi. Onların hamısını bilməlidir icra mütəxəssisi. Onların əmək məcəlləsini demək olar tam bilməlidir. Tam bilməlidir. Çünki gündəlik, hər gün bu sənə lazım. Yəni, kompüteri açanda əmək məcəlləsini açmaq lazım. Yəni, mən 15 il bu sahədə olsam da, hansı ki, 10 il dövlət əmək müfəttişliyində işləmişəm, 3 il paralel olaraq 142 çağrı mərkəzində 8 saat durmadan insanların suallarını cavablandırmışam. Bu demək olar, məndə bir avtomatik vərdişə çevrilir. Buna baxmayaraq, mən kompüteri açanda əmək məcəlləsini birinci açıram. Çünki gündəlik orada dəyişikliklər baş verir. Çünki bu qanundur. Qanun nağıl deyil, şeir deyil, o təsəvvür oluna bilmir. Onu yadda saxlamaq biraz çətindir. Və yaxud orada bir dənə vergül, bir dənə cümlə fərqli olanda fərqli yerlərə gedib çıxır. Niyə? Məsəl üçün biz dəfələrlə yoxlamalarda, araşdırmalarda, hətta işlədiyim dövrdə olduqda orada bir izahatda bir cümlə, hətta bir söz şirkətin 25.000 cərimə olunmasına gətirib çıxara bilər. Onun yazılması izahatda. Onu fərqli cür yazmaq, onu 25.000 cərimədən qutara bilər. Ona görə biz orada baxmalıyıq, nəyi nə cür oxuyuruq, nəyi nə cür tətbiq edirik. Yəni, üzr istəyirəm, deməli, şirkət cərimələnir, tutaq ki, HR mütəxəssisi əgər hüquqi savadı yaxşı olsa özünün, şirkəti o cərimədən xilas eləyə bilər. Bəli, tamamilə doğru. İndi biz qayıtsaq dedik əmək məcəlləsi, digər normativ hüquqi aktlar, müvafiq icra hakimiyyət orqanlarının öz səlahiyyətləri çərçivəsində qəbul etdiyi qərarlar, məsələn, Nazirlər Kabinetinin qərarları, bu sahədə onlarla qərarı var. Prezidentin fərman sərəncamlarıdır, mərkəzi icra hakimiyyət orqanlarının qərarlarıdır. Məsələn də deyək, tutaq ki, bugün biz işləyik. Biz nəyə görə bugün işləyik? İstehsalat təqviminə görə bugün işləyik. İstehsalat təqvimində göstərilir ki, bugün iş günüdür. İstehsalat təqvimini kim qəbul edir? Hər il dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabinetinin müvafiq qərarına istinad edilir. Növbəti ilin istehsalat təqvimini müəyyənləşdirir ki, nə vaxt bayram olacaq, nə vaxt qeyri iş günləri olacaq, nə vaxt iş günləri olacaq. Yəni, görürsünüz, biz adi bir
istehsalat təqvimidir, nazirliyin qərarıdır, onu öz işimizdə rəhbər tutur. Hansı ki, bu məcəllədə yox. Bundan başqa beynəlxalq müqavilələr. Bunlar da, bax, bunlar hamısı bir yerdə bizim əmək qanunvericiliyi sistemini təşkil edir. Və bunu HR-lar bilməlidir. Bilməlidir ki, öz işini düzgün apara bilsin. Burada da 2011-ci ildə normativ hüquqi aktlar haqqında sənəd qəbul olundu. Hansı ki, onun 2-ci maddəsində və konstitusiyada qanunvericiliyin strukturu müəyyən olunubdur. Strukturda nə, nədən sonra dayanır. Məsələn, birinci yerdə gəlir konstitusiya. Sonra gəlir beynəlxalq müqavilələr. Sonra gəlir konstitusiya qanunları, digər qanun və məcəllələr, prezidentin fərmanları, Nazirlər Kabinetinin qərarları və s. və ilə axır. Bunlar arasında bir ziddiyyət yaranarsa, biz ilk növbədə götürməliyik nəyi? Ən yuxarıda dayanır. Konstitusiyanı. Məsələn, məcəllə nə? Konvensiya arasında ziddiyyət yaranıbsa, biz götürməliyik konvensiyanı əsas. Konvensiyanın konstitusiya arasında ziddiyyət yaranıbsa, biz konstitusiyanı əsas götürməliyik. Sual oluna bilər ki, bəs tutaq ki, eyni hüquqi qüvvəyə malik qanunvericiyyatlar arasında bir uyğunsuzluq baş verərsə nə edəcəyik? Biz onda sahə üzrə sonuncu hansı qəbul olunubsa onu götürəcəyik. Məsələn, Əmək Məcəlləsinin 16-cı maddəsi qeyd edir ki, irqindən, cinsindən, sosial mənşəyindən, siyasi və həmkarlar ittifaqına üzvlüyündən asılı olmayaraq insanlar qanun qarşısında bərabərdir. Eyni zamanda 45-ci maddədə deyir ki, işçilərin müddətli və müddətsiz biz işə götürə bilərik. Tutaq ki, mən işə götürənəm. Mail Yaqubu işə götürmək istəyirəm və digər bir Conu işə götürmək istəyirəm. Əmək Məcəlləsi buna icazə verir. 5 illik, 3 illik və yaxud müddətsiz əmək müqaviləsi bağlamaq istəyirəm. Siz də razısınız, Con da razıdır, mən də razıyam. Və Con istəsə də mən onu işə götürə bilmirəm. Niyə? Çünki buna miqrasiya məcəlləsi icazə vermir. Çünki orada iş icazəsi lazımdır və iş icazəsinin də maksimum müddəti 1 ildir. 1 il olduğuna görə mən onu 1 il müddətinə işə götürə bilərəm. Yəni 2 il, 3 il və yaxud müddətsiz işə götürə bilmirəm. Bax, bu ziddiyyətlər var ki, bu ziddiyyətlər baş verdikdə biz sahə üzrə sonuncu qəbul olunmuş qanunvericilik aktını əsas götürəcəyik. Aydındır. İndi Ruslan müəllim, sizin danışığınızdan bir çox şeylər aydın oldu. Birinci məsələ odur ki, HR sahəsində çalışmaq istəyən gənc dostlar hüquq məcəllələrini, hüquqi məsələləri çox güclü bilməlidirlər. Əmək qanunvericiliyi. Bəli, çox güclü. Təkcə əmək qanunvericiliyi yox, həm də cinayət məcəlləsinin, həm də onun tərkib hissəsidir. Bəli. Qanunverici sistem olaraq sistem, bəli. Yaxşı bilməlidirlər. Amma indi sual budur. Deyir ki, sən nə çalırsan çal, mən heyvacıl oynayacağam. İndi mənim də heyvacılım var axı özümün. İndi sətən barədə danışacağıq. Çünki o da mənim üçün maraqlı bir sahədir. Əməyin mühafizəsi məsələsi. Sətəmə keçməzdən əvvəl burada bir sual verim. Sonra bu mövzuya yenidən qayıdaq. Bir şirkətdir. Lap 50 dənə, 100 dənə, 50 dənə deyirlər, indi demin də. Bu insana dənə demək olmaz. İndi hər halda o dilin xətasıdır. 50 işçisi var, 50 nəfər işçisi var, 100 nəfər işçisi var, 500 nəfər işçisi var, fərqi yoxdur. Burada sizin bayaqdan danışdıqlarınızın hamısı hüquqi məsələlər idi. Əla. Hüquqi məsələlər yüksək səviyyədədir. Əmək qanunlarına görə HR sahəsi, insan resurslar sahəsi bu 100 işçinin hamısını hüquqi baxımdan tənzimləyir. Amma təlim məsələləri, təlim və inkişaf məsələləri, bu da HR-a aiddir. Amma bu 500 işçidən 100 nəfəri oğrudur. Və şirkətə böyük ziyanlar verirlər. Təxminən bir ay bundan əvvəl bölgələrimizin birində bir gənc
Gənc deyəndə bir 40-42 yaşında iş adamı ilə söhbət edirdim. Gəncdir artıq. Bəli. Ümumi Dünya Səhiyyə Təşkilatı gənclik yaşını Aha, qaldırıb yuxarı. qaldırıbdı 45 yaşa. Maraqlıdır. Bizdə 29-dur. Onlar 45 maraqlıdır. eləyiblər. Düz eləyiblər, düz eləyiblər. Hə, indi mənə deyir ki, 350 nəfərə qalxdı deyir şirkətin əməkdaşı. Bölgə üçün, tək indi o bölgədə deyildi, müxtəlif bir neçə dənə rayonda əməkdaş. Və deyir, bir anda ayıldım, gördüm ki, bir il bundan qabaq işə götürdüyüm bir mühüm işçi orada xeyli dərəcədə oğurluq eləyib. Da miqdarını o dedi, mən burada demirəm. Bax, mənim sual budur, Ruslan müəllim. HR bu sahəyə cavabdehdir yoxsa yox? Bu sahəyə. Bu da birbaşa mənfəətlə əlaqəlidir axı. Bəli, şirkət yaranır, kommersiya mərkəzidir. Xeyriyyə mərkəzi deyil. Hamı bilir ki, o pul qazanmaq istəyir, şübhəsiz. Amma və yaxud işini sevmir. Sevmir də işini. O Stephen Covey'nin kitabını oxumuşuq da bərabər. Deyir ki, şirkət rəhbərləri mənə müraciət edir. Bu da təlim keçirmiş. Harvardın professoru olub. Daha doğrusu PhD-sini, doktoranturanı orada bitirib. Və şirkətlərə təlim keçirir. Fikir verirsiniz, nə qədər əhəmiyyətli məsələdir. Deyir, şirkət rəhbərləri mənə müraciət edirlər bu sualla. Suala bax, nə? Mən deyir, gecə-gündüz özümü öldürürəm, işçilərimə xidmət eləyirəm. Amma narahatam yenə. Soruşur, deyir, niyə narahatsan? Deyir ki, görəsən işçilər əmindirlər ki, mən onlara sədaqətlə xidmət eləyirəm, yoxsa onlar elə düşünür ki, mən öz mənfəətimə görə onlara xidmət eləyirəm. Dəhşətli sualdır da. Bax, bu sahələrə HR rəhbərliyi, HR bölməsi cavabdehdir. Çətin sualdır. Gözəl və aktual sualdır. Bəli. Çətin olduğu qədər də sadədir. Bəli. Niyə çətindir, niyə sadədir? Çətindir ona görə ki, əgər HR məlumata çıxışı yoxdursa, çətindir. Çünki şirkətin siyasətindən, strategiyasından yazılı, bunun əlində yoxdursa və yaxud da şifahi HR-ın rəhbərliyi ilə paylaşılmırsa, HR-da şirkətdə gedən proseslərdən məlumatsız qalırsa, bu da bu günün problemlərindən. Bəli. Onu kommunikasiya edə bilməyəcək yerlərə. İndi o deyirsə, o işə götürən deyir ki, görəm fikirləşirlərmi ki, mən bu işçilər üçün nələr edirəm. Bəli. Əgər şirkətin rəhbəri deyir. Bəli, əgər onun gördüyü işlərdən, onun vizyonundan, onun strategiyasından, siyasətindən HR xəbərdardırsa, bunu kommunikasiya etmək bəli, onun işidir. Yox, məlumatsız qalırsa, adam özü məlumatlı deyil. Yerə nəyi kommunikasiya edəcək? Və o halda hərə öz təcrübəsinə, öz dünya görüşünə görə başlayıb fikirləşəcək və bu da şirkətdə toksik mühit yaradacaq. Şirkətdə kommunikasiyaların idarə edilməsi çox mühümdür. Çox vacibdir. Çox vacibdir. Və bunu da HR-ın HR-da da ola bilər və yaxud indi şirkətin strukturuna bağlıdır da, böyüklüyünə bağlı, kiçikliyinə bağlıdır. Əgər bu HR-dadırsa, kommunikasiyalar qol vasitəsilə onun da özünün alətləri var, hansı yollarla işçilərə çatdırmalıdır və yaxud yerdən gələn məlumatları işə götürənə hansı datalar əsasında verməlidir, ötürməlidir. Bunun özü də bir bacarıq tələb edir. Qaldı təlim məsələsinə, yenə dediyim kimi o şirkətin xarakterindən, fəaliyyət növündən asılıdır. Tutaq ki, məsəl üçün, retail sahəsində, retail dedikdə, məsələn, pərakəndə, topdan və yaxud elektronika. İndi elektronika elədir ki, orada mütləq onlar təlimləndirilməlidir. Çünki gələn müştəri məmnuniyyətini təmin etmək üçün sən özün bilməlisən ki, nə satırsan,
Onun barəsində məsələn xaladelnikdə televizordur, tostorandır. Sən özün bilməlisən ki, onu gələn müştəriyə izah edə biləsən, o da məmnun qalsın ki, nə alır. Aydındır. Çünki o sahənin mütəxəssisidir. Aydındır. Amma digər məsələn topdan pərakəndədə, məsələn özümüz də giririk. Tutaq ki, hər hansı bir X mağazinə girəndə biz kimdənsə soruşmuruq ki, pesoğun bizə instruksiyasını danışır, və yaxud kartofun və yaxud soğanın. Alıb çıxır. Bu cür elektronikada, məsələn orada da satıcılar deyir ki, burada mütləq təlim şöbəsi olub onları təlimləndirməlidir. Məsələn, istehsalat, tutaq ki, servis. Çünki gündə maşın mexanizmlər dəyişir. Texnologiyalar yenilənir. Onu satan, onun servisini göstərən şirkətlər də o mütəxəssisləri onlardan məlumatlı olmalıdır. Bununla da bağlı yenə özünün daxilində bir təlim şöbəsi olmalıdır. Amma digər məsəl üçün softdur, davranışlardan bağlıdır, emosional zəka ilə bağlı təlimlər bunu kənardan da ala bilər. Və bunlar da bu günün reallığıdır. Məsələn, o dediyiniz o oğurluq hadisəsi ora gətirirdi ki, məsələn, orada olan o soft tərəfdə olan yumşaq bacarıqlarda olan problemlərdən də irəli gələ bilər. Şübhəsiz bir var ki, deyirsən ki, oğurluq etsən, səni falan qədər cəza gözləyir. Bunu hamı bilir də. Prokuratura gəlib araşdıracaq. Bəzən üzr istəyirəm, bəzən elə olur ki, onlar bilmir. Ay sağ ol. Hətta məsələn, o qanunvericilik biləni mənim dəfələrdən olub ki, bəlkə də ən kritik məqamlarda müdaxilə eləmişəm, hətta iş məhkəməyə qədər gedəcək səviyyə çatır. Çağırırsan işçiyə, sən onun hüquq və vəzifələrini, onu gözləyən prosesi izah edirsən, ki, bax, tutaq ki, deyir ki, mən gedib şikayət eləyəcəm. Deyirsən, nədir, nə ilə bağlı şikayət edirsən, bir vəziyyətində bunu ümumiyyətlə dinləməlidir. Qoyduq qanunvericilik tərəfini qıraq. Şirkətdə gedən prosesdə məlumatlı olmalıdır. Ki, görək hansı problemlər var, onu aradan qaldırsın. Bu məsələləri qoyduqca, indi gəldik ki, adam belə el dilində desək, ipə sapa yapmır. Çağırırsan ona deyirsən ki, bax, sən deyirsən, mən filan yerə şikayət eləyəcəm. Bax, şikayət eləyəndə... Yəni, polisə gedib şikayət eləyəcəm? Dövlət əmək müfəttişinə və mediasiya və yaxud məhkəməyə, fərdi əmək mübahisələrinə məhkəmə və mediasiyada baxılır. Sənin, bax, bu gözləyir. Bax, bu hüquq və vəzifələrin var. Özün göstərsin. Sonra da deyirsən ki, bax, hara müraciət edəcəkdin? Deyirsən ki, deyir ki, məsələn, polisə. Deyirəm ki, polisə yox, bunun üçün dövlət əmək müfəttişliyi var, nömrəsi də 142-dir. Bax, elə buradan çıxıb müraciət eləyə bilərsən. Adam baxır ki, sən hətta ona şikayət eləyəcəyi düz ünvanı göstərirsən. Və sən ona hər şeyi izah edirsən, 90-95% qəbul edirlər. Və işi götürənə də bu tərəfi başa salırsan, yəni bir HR-ın işi odur ki, bunların arasında bir uyğunluğu təmin eləsin. Nəyin arasında? İşçi və işə götürən arasında. İşə götürən kimdir burada, şirkətdir? Direktor. Rəhbər. Bəli. O 5% də, o 6% də hansı ki olur ki, bəzən məsəl üçün kiməsə bir dostuna zəng edir və yaxud bir hüquqşünas tanışı var, ona zəng edir. O da mövcud vəziyyəti bilmədiyinə görə onu səhv yönəldə bilər. Və yaxud adam tutaq ki, deyir ki, mən işdən çıxıram, mənə 3 əmək haqqı miqdarında kompensasiya verilməlidir, ya təzminat verilməlidir. Bu 2017-ci ilə qədər məsəl üçün 2 qat idi. Ondan sonra qanunvericilikdə dəyişiklik baş verdi. Əmək Məcəlləsinin 77-ci maddəsi ilə bu tənzimlənir. Staja görə fərqli kompensasiyalar verilir. Adam tutaq ki, ya özü və yaxud soruşduğu adam hələ orada qalıb. O yeniləməyib də, məlumatı yoxdur. O buna səhv informasiya verdiyinə görə sən tutaq deyirsən ki, bir orta əmək haqqı düşür sənə. O da deyir ki, yox, mənə 2 verməsəz ya 3 verməsəz mən gedib şikayət edəcəm. Məlumatsızdır. Onu yönəldən düz yönəltmir. Aydındır. Bax, o 5%, 6% da bax, orada olur. O da insandır səni kimi. Əgər o çıxan işçiyə və yaxud o problemi olan işçiyə sən onunla oturub insan kimi danışsan, onu hər şeyi izah eləsən, o da təbii ki, başa düşəcəkdir. Yəni, o sadəcə vəzifə fərqi var da. O fəhlə ola bilər, digər satıcı ola bilər, digəri direktor ola bilər. Hamısı ümumilikdə insandır da. Sadəcə bunların
vəzifələri fərqlidir. Ruslan müəllim, indi burada bilsin necədir? Demək, bir var şirkətin 100 əməkdaşı var, bir də var 5000 əməkdaşı var. Bu 5000 əməkdaşı olan şirkətin aylıq dövriyyəsi 50 milyon, 100 milyondur. Bu 50 milyon dövriyyəsi varsa şirkətin, bunun aylıq gəliri də tutaq ki 5 milyon manatdır aylıq gəliri. Bu rəqəmlər böyüdükcə burada artıq bu təlim zad məsələləri bunların gözündə o qədər kiçilir. Misal gətirim. Həmin bu şirkətlərdən biri günlərin birində elan vermişdi ki, biz deməli liderlik təlimi keçmək istəyirik. Mən də getdim görüşə. Və görüşdə məlum oldu ki, bunlar 24 saatlıq liderlik təlimini 3 günə istəyirlər keçirilsin, 3 günə. Mən dedim ki, siz nə danışırsınız? Gündə 8 saat təlim olar. Bu nə təlimdir ki, onun nə faydası olacaq? Və mən orada anladım ki, sadəcə təlim keçirildi və salam orada bir... Yəni, inanmırıq biz o təlimin faydasına. Burada indi sual konkret budur. Konkret budur. Yəni, HR-a gəlirəm. Siz HR rəhbəri kimi hər hansı bir şirkətdə bir yüksək müdürlərdən biri həmin o 5000 nəfərlik, misal üçün 10.000 nəfərlik, nə bilim 20.000 nəfərlik bir şirkətdir. Bunun aylıq dövriyyəsi 100 milyon manatdır və müdürlərdən biri də 30.000 manat əmək haqqı alır. Tutaq ki. Yəni, Azərbaycan reallığı üçün çox yüksək əmək haqqıdır, düzdürmü? Azərbaycan reallığı üçün bəli. Çox yüksək əmək haqqıdır. Adam, siz də HR rəhbəri kimi görürsünüz ki, adam yerində deyil, uçur. O iş effektivliyi o deyil də. Və gedirsiniz ondan söhbət edirsiniz. Birinci sual budur. Ümumiyyətlə, HR-ın vəzifəsidir o adama nəzarət eləsin. Onun İşə götürənə. Yox, işə götürənə yox. Bu 30.000 əmək haqqı alan müdirə. Müdirlərdən biridir. 5 dənə orada əsas adam var şirkətdə. Hərəsi 30.000 manat əmək haqqı alır. Şərti deyirəm rəqəmləri. 50.000 də ola bilər, 100.000 də ola bilər. Və aylıq dövriyyədə 100 milyon manatdır şirkətdə. Siz də HR rəhbərisiniz. Görürsünüz ki, o 5 nəfərdən biri, ikisi yerində deyirlər. Şirkət rəhbəri də öz kefindədir. Ramil Rövşən demişəm. Gələndədir, gedəndədir. Bu dünya öz kefindədir. Öz xarici səfərlərdə, səyahətdə falan da arxayındakı işlər gedir. Amma siz görürsünüz ki, bu 1-2 nəfər burada yerində deyil. Və iki dənə sual var. Birinci sual. HR rəhbərinin vəzifəsidirmi hüquqi baxımdan, insani baxımdan, hüquqi baxımdan ki, hüquqi və vicdani baxımdan da ki, o bir-iki müdirlə söhbət eləsin ki, əzizim, sənin dərdin nədir? Axı, yüksək əmək haqqı alırsan da sən. Bu birinci sual, vəzifəsidir. İkinci sual. Tutaq ki, ondan söhbət elədi və məlum oldu ki, şirkət rəhbərindən narazıdır bu adam. Niyə? Bir şirkət rəhbəri yekəxanadır, məni təhqir elədi keçən dəfə iclasda. Bu adamın artıq ayağını sürüşmə ehtimalı çoxdur da, bu işçinin, bu 30.000 əmək haqqı alan işçinin şirkətə ziyan vurmaq ehtimalı çoxdur da. Və o ziyanı da tutmaq olmayacaq. Ki, sən sübut eləmək olmaz. Laf tutaq ki, sübut elədin. 5 milyon manat ziyan vurub şirkətə. Nə olacaq? Bunu həbs cəzası gözləyir də. Bu 5 milyon manat dirilməyəcək axı. O fikir verirsiniz, nə qədər o həssas yerlərdir bura. Gətirirəm bu emosional zəka təlimlərinə. 2 dənə. İndi bu dedi ki, şirkət rəhbərindən mən narazıyam. İkinci sual. HR mütəxəssisinin vəzifəsidirmi şirkət rəhbəri ilə danışsınız ki, burada ciddi bir problem var. Sən xahiş edirəm işçilərlə biraz təvazünkar davran. Yoxsa vəziyyət çox pisə doğru gedir. Yox, işləmirsə mən işdən çıxardaram onu. Axı, bu problemin həlli belə deyil axı.
Canı çıxsın, işləsin, 30.000 manat əmək haqqı verirəm də. Axı bu yanaşma, bu Sovet dönəminin yanaşmasıdır da. Müasir o yanaşma bunu... Müəllim, sual çox genişdir. Yəni, çalışacağım yığışdırın. Yenə şirkətdə ümumiyyətlə bu məsələlər prosedur, qaydalar və təlimatlarla tənzimlənir. Və HR-ın rəhbəri də o prosedur, qaydalar və təlimatları eyni zamanda qanunvericiliyi əsas götürərək öz fəaliyyətini həyata keçirir. Əgər o qaydalarda, təlimatlarda yazılıbsa ki, bəli, bütün bu proseslərə o nəzarət edir. Nəzəri cəhətdən belədir. Amma praktik cəhətdən bəzən bu fərqli olur. Praktikadan nəzəriyyə bir çox hallarda üst-üstə düşmür. Bəli, işə götürənlə işçilər arasındakı o körpü HR-dır. İndi vəzifələrə görə HR-ın qrup rəhbəri də ola bilər, şöbə rəhbəri də ola bilər, departament müdürü də. O işə götürənlə danışmalıdır. Çünki bütün məsələlər gəlib HR-da həll olunub işə götürənə çıxmalıdır. Çünki böyük şirkətdir deyirik. Yəni orada da işə götürənin, direktorun, CEO-nun yəni protokol əsasında fəaliyyəti tənzimlənir. Çünki onun istənilən vaxt yanına girib hər məsələni müzakirə etmək olmur. Bəzən günlərdən obyektiv səbəblərdən qəbuluna düşə bilmirsən. Ona görə bir HR var ki, o məsələləri özü həll eləsin, həll oluna bilməyən məsələlərdə çıxsın rəhbərə və onunla danışın, məsələni çözə bilsin. Lazımdır o insanları hansı ki problem var, rəhbərdən görüşsün və yaxud da delegasiya eləyə bilər ki, get bu məsələni öz bildiyin çərçivəsində standartlara, prosedurlara uyğun həll elə. Qaldı o əmək haqqının çoxluğu, o qeyd əsasında, əmək haqqı dərəcələndirilməsi əsasında müəyyən olunmalıdır ki, hansı vəzifəyə, hansı əmək haqqı təyin olunur. Və hətta orada işçinin də qiymətli. Məsələn, orada aralıqlar olur ki, işçinin də tutaq ki, məsələn, bir vəzifənin... Orada problem yoxdur, Ruslan müəllim. Təyin olundu ki, filan qədər əmək haqqı. Orada problem yoxdur. Mənim sualım o başqa tərəf idi. Deyirəm ki, əmək haqqı problemi yoxdur, hüquqi prosedurlar yerindədir. Amma adam özü yerində deyil. Bunun həll yolu elə bir dənə budur ki, çıxardın işdən dərhal. Amma adam yaxşı bacarığı var. Bəlkə problem başqa yerdədir. Bəlkə o dediyim rəhbərin lovğa təkəbbürcəsinə yanaşmasından o əsəbləşib. Ola bilər. Bütün burada variantlar ola bilər. Bax, bu problemi kim həll eləyir? Bu problemi yenə dediyim kimi... Kim nəzarət edir bu problemə? Bu, əgər HR-a tapşırılıbsa, şirkətlərdə fərqli ola bilər. HR-a tapşırılıbsa, bu nəzəri cəhətdən HR-ın həll eləməli olduğu məsələdir. Amma bəzən elə olur ki, o HR-dan da nüfuzlu şəxsdir və onlar, həmən o problemi olan adam, daha çox işə götürənlə bir yerdədir. Aydındır. Nəinki HR-ın rəhbəri. Aydındır. Bunlar özü daha çox məsələni çözə bilərlər. Nəinki üçüncü nəfəri ora daxil eləmək. Amma hər halda HR rəhbəri də bir işə müdaxilə eləməlidir. Bəli. Məncə. Yox. Bəli, nəzəri cəhətdən bu belə olmalı. Siz bayaq dediniz ki, təlim və inkişaf departamenti birbaşa bu təlimə aid olan məsələdir də bu. Orada o baxmalıdır, o danışmalıdır tərəflə. Əgər özü danışmalıdır, problemi müəyyən eləməlidir. Ki, problem nədədir? Bəlkə bunun bir bacarıqlarındadır. Bəlkə ona elə iş verilib ki, o öhdəsindən gələ bilmir. Və bu adamın o bacarığını inkişaf elətdirmək lazımdır. Aysun. Bunun üçün göndərdik təlimə. Adam təlimdə öyrənir, gəlir və işini də normal bir formada həyata keçirir. Yəni, məsələ də çözülür. O baxır, onunla işə götürən arasında hansı məsələdir? Orada bir çox variantlar ola bilər. Əgər məsələ budursa, təlim inkişaf xəttindən bunu həll eləmək olur. Ya özünün varsa, özündə həll edirsən, olmasa outsource edirsən, olmasa sizi kimi müəllimlərə müraciət edir, hətta onun coaching da təşkil eləmək olar, mentor da təşkil eləmək olar o adamlara. Sizin işlədiyiniz şirkətlərdə HR rəhbəri kimi, Ruslan müəllim, HR mütəxəssis kimi, rəhbəri kimi fərqi yoxdur. Şirkətlərdə Azərbaycanda neçə faiz bu məsələlərə diqqət ayırırlar? Məsələnin bu bir tərəfinə. Özdə bu fazidir də, ingilislər fəz deyirlər. Ölçülə bilən deyil bu məsələ. Məsələn, bir adam yüksək əhvalda gəlib bu gün işə.
yüksək əhvalda gəlibsə, bunun iş effektivliyi də artacaq da. Təbii. Bu adam işçidir orada, əmək haqqı alır. Stabil bir əmək haqqısı var və yaxud faiz alır və s. Amma rəhbəri sevir, rəhbərə rəğbət bəsləyir. Qeysər dinində loyallıq göstərir. Bəli. Loyallıq da onu ifadə eləmir. Yəni rəğbət bəsləyir, simpatiyası var, hörmətlə yanaşır. Və o hörməti də şirkət rəhbəri özü qazanıb. Təvazökarlığı ilə, səmimiyyəti ilə sübut eləyib olar ki, mən həqiqətən də sizin xidmətçinizəm burada. Şirkət rəhbəri. Onlar da can başla işləyirlər. Bu ölçülə bilən bir şey deyil. Ruslan müəllim, bunun konkret ölçüsü yoxdur, riyazi ölçüsü yoxdur. Bu emosional zəkanın problemi buradadır da, problemli tərəfi budur. Bir adam, misal üçün, bu gün ən yüksək əhvalda gəlib, ən yüksək əhvaldan da daha üstün əhval ola bilər. Ondan biraz aşağı, burada nə qədər hisslərin ölçülə bilməməsi məsələsidir də. Bax, mənim üçün o insan resursları mərkəzi həm də bu işləri tənzimləməlidir. İndi burada necə? Məsələn, yekəxana müdirə gedib deyəsən ki, səni bir təlimə göndərəcək və yaxud ümumiyyətlə 20 nəfəri burada, tək onu yox. Bir təlimçi gələcək, təvazökarlığın əhəmiyyətindən danışacaq şirkətdə. Onları məcbur göndərmək olur təlimə. Bax, bu da ciddi məsələdir. Deyəcək, məndən təvazökar adam var. Dediyiniz kimi bu ölçülə və yaxud şirkət rəhbərinin özün Eysar görür ki, şirkət rəhbərinin özünün yekəxanalığından şirkət uçuruma gedir. Onu HR rəhbərin görüb və işə götürənə, rəhbərə çatdırmaq onun öhdəliyidir. O funksional olaraq həyata keçirməlidir. Amma cəsarət lazımdır da ona. Təbii onu hər şəxs da eləyə bilmir. Amma o qalır yenə də işə götürənin özünə. Sevindirici hal odur ki, yəni bu gün o cür insanların sayı getdikcə azalır. Çünki dediyimiz kimi bir qəlb dəyərləri gəlir, bir başa düşürlər HR nədir, bunun hansı funksionallıqları var. Müasir işə götürənlərin böyük əksəriyyəti, məsələn, Avropada oxumuş, gedib orada bu şeyləri, iş mühitini, işə götürən mühitini görmüş insanlardır və ən azı onun detallarını bilməsələr də o haqda məlumatlıdırlar. Və gəlib, məsələn, HR onu hər hansı bir məsələ ilə bağlı məlumat verdikdə, tövsiyə verdikdə, məşvərət elədikdə onu qəbullanırlar. Daha demirlər ki, get, sən kimsən ki, mənə ağıl verəsən. Düzdür, burada o şəxsin özünün nüfuzundan da çox şey asıldı. Çünki baxır nə deyir. O deyilən sözün altında nə dayanır. Əgər o insan işə götürəndirsə, o yüzlərdən, minlərdən adamı idarə edirsə, deməli ağıllı adamdır. Deməli nəsə başa düşən adamdır. Sadəcə onu sənin o bacarığın olub, onun dilində deməlisən. Onun altında bir şeylər olmalıdır. Yoxsa gəlmişik müəllim və yaxud cənab bəy, bu belədir. Ondan nəyisə aşıtmaq, nəyisə keçirtmək çox hallarda mümkün olmur. Bəli. Sənin hər dediyin sözün arxasında data olmalıdır. İstinad yeri olmalıdır. Qanun olmalıdır, prosedur olmalıdır ki, sən bu sözü nəyə əsaslanıb deməlisən. Sən o əsası göstərəndə mən əmin edirəm ki, o işə götürən onunla razılaşacaq. Çünki adam o vəzifəyə, o statusa qalxıbsa, deməli onun bildiyi bir şeylər var. Deməli nəsə bir məsləhətlərə qulaq asıb ki, gəlib ora çatdı. Nə oldu ki, o hamının məsləhətinə qulaq asdı, amma sənin məsləhətinə qulaq asmadı. Ya sən o məsləhəti düzgün formada deyə bilmirsən, ya düzgün formada sata bilmirsən, ya onu maraqlandıra bilmirsən. Ona maraqlı formada çatdırmaq lazımdır. Və yaxud lakanik eləmək lazımdır. Adamın tutaq ki, 3 dəqiqəlik bir vaxtı var, görüşlərdən imkanı yoxdur. Sən deyib 3 dəqiqəlik məsələni yarım saata izah eləməyə çalışırsan, elə onun
əsas hissəsinə gəlməyənə qədər adamın vaxtı qutarır, o da deyir ki, yox, eləmirəm. O Daniel Golemanın deməli məqaləsi var. Səhv eləmirəmsə ordadır, yoxsa kitabındadır? Yox, Jim Collinsin kitabındadır. Biz onda dərsini keçmişdik. Yaxşıdan aliyə kitabın adı bu. Good to Great. Ali yaxşının düşmənidir, yaxşı alinin düşmənidir, belə bir. Yəni komfort zonada. Çox gözəl kitabdır. Orada deyir ki, Jim Collins deyir. 11 dənə böyük şirkət rəhbəri ilə müsahibələrdən hazırlanıb bu kitab. Deyir ki, deməli üst müdür ondan aşağı işçi istəyir ki, getsin müdüründən şirkət rəhbərinə şikayət eləsin. Amma burada bir məsələ var. Bu müdür ləyaqətli adamdır. İşçinin şikayəti yersizdir. Yersizdir rəhbərə. Müdür də eşidir ki, bu gedib məndən şikayət eləməzdir. Deyir, çağırır işçini. Deyir ki, əzizim, bilirəm məndən gedib şikayət eləmək istəyirsən. Amma sənə gəl bir-iki dənə söz deyim, müdürlə danışanda daha uğurlu olsun sənin diyaloqun. Deyir, necə? Deyir, onun yanına girəndə siz deyirsiniz, yarım saat vaxt yoxdur, 3 dəqiqə vaxtım var, sözü dinən çıx. Deyir, onunla danışanda onun bir xarakteri var. Öz işinin əhəmiyyətindən, özünün əhəmiyyətindən danışma, onun xoşu gəlmir elə şeydən. Özünü tərifləmə onun yanında. Yoxsa dediyin sözə qulaq asmayacaq. Sən get konkret məndən şikayət eləmək istəsənsə, get konkret sözü denən çıx. Denən ki, falan kəsdən mənim buna görə narazılığım var. Həmən deyir müdür, sonra gedir rəhbərlə söhbət edir. Deyir ki, o adam gəlib məndən şikayət eləmək istəyir. Amma mən istəmirəm onu buraxaq. O çox dəyərli kadrdır şirkət üçün. Çox dəyərli kadrdır. Bəlkə onun yerini dəyişək. Bax, fikir verirsiniz, bir dənə belə o psixoloji gedişlərlə şirkətə nə qədər fayda verir o müdür. O müdür. İndi 2 dənə sual verim, sonra keçək sətəmə. 2 dənə sual. Birinci sual. Ruslan müəllim. Çünki mən bilirəm, siz çox dəyərli mütəxəssisiz. Yəni, bu suallar elə sizə ünvanlana bilər. Sizcə, bu məsələlərin şirkətdə əhəmiyyəti nə qədərdir? Bax, bu məsələlərin. Bunlar artıq hüquqi məsələlər deyil. Bunlar psixoloji məsələlərdir. İkinci sual. Mövcud Azərbaycanımızda indi şirkətlər və rəhbərlər, şirkət rəhbərləri nə dərəcədə bu məsələlərin əhəmiyyətinə inanırlar? Yoxsa onlar üçün deyirlər, əşiblər boş-boş söhbətlərdir. Yüksək maaş ver, effektivlik çoxalacaq, vəssalam. Belə düşünürlər bəlkə. Onu bir mənalı demək olmaz. Yəni, öz təcrübəmdən deyim. Çünki artıq bu harasa bir istinad eləyəm. Bu ancaq təcrübənlə deyə bilərik. Niyə? Çünki bizdə o institutlar, o sosioloji sorğu keçirən institutlar yoxdur ki, biz onların datalarına əsaslanaq ki, bu sorğular keçirilib. Bu qədər faiz var. Bəli. Bizim əlimizdə ancaq öz təcrübəmiz var. Və bu camiyyədə də gördüyümüz, eşitdiklərimiz, yəni görürük ki, o cür mütəxəssislər, rəhbərlər var. Bax, özünüz də dediniz, çox gözəl bir misal çəkdiniz. Görürsünüz, o yanaşma. Bəli. O oturur hesablayır ki, onun getməsi onun işinə, onun fəaliyyətinə nə qədər zərərdir, nə qədər xeyirdir. Aysun. Baxır ki, hə, bu adamın, həm də eyni zamanda o adamın onda şəxsiyyət inventarı var da. O işçini tanıyır, bilir, Aysun. nəyə qadirdir. Aysun. Burada bütün məsələni 360 dərəcə öz əlinə alıbdır. Bəli. İşçi ilə bağlı da yönü ona, işçiyə o verir. Aysun. İşə götürənə də yönü o verir. Bütün məsələni özü idarə edir və axırda da ondan şikayət olunsa da o uduşlu çıxır. Eyni zamanda işçi və işə götürən uduşlu çıxır. Aysun. Mən hərdən tələbələrimə də, əməkdaşlara da deyirəm, məsəl üçün, HR olmaqdan ötürü nə olmaq lazım, nə etmək lazım? Deyirəm, HR olmaq üçün adam olmaq lazımdır. Bəh. Qəşəng.
Yəni bütün oxuduqlarımız, bütün təlimlər, bütün funksionallıqlar hamısı sonunda bir şey deyir ki, sən adamın. Əgər sən adam olsan, yəni bütün məsələlər öz həllini sakit və pozitiv bir axında tapacaq. Əgər sən bax işçinə prinsip aparırsansa, bunun nəticəsi nə olacaq sənin üçün? Ay sağ ol. Sən əgər işçinə prinsip aparmadığın halda sənin böyüklüyün ortaya çıxır. Ay sağ ol. O işçi sonra özü də dərk eləyəcək ki, o mənim üçün bu problemi yarada bilərdi, amma yaratmadı. Ay sağ ol. Sonra o özü gəlib səni sevəcəkdi. Gözəl. Burada yəni bizim üçün bir yol var da, Məhəmməd Peyğəmbərin bir sünnəti var da. Bəli. Adam öz düşmənlərini belə öz əməli ilə öz dostlarına çevirə bilirdi. Möhtəşəm. Yəni bir dənə o prinsipin aparılmamasından bağlı bəlkə məqalələr, kitablar, əsərlər var. Bu müasir idarəçiliyin əsas Yəni sadəcə adam olsa, necə ki bütün elmlər o fəlsəfədən yaranıb şaxələndiyi kimi, yəni bütün o məsələlərdə sadə formada desək, rəhbər adam olmalıdır. Yəni o məsələ, digər məsələlər hamısı öz həllini tapacaqdır. Və o cür insanların da sayı mən gördüyüm, ən azı mənim ətrafımda olan bu gün idarə etməmizdə çoxdur. Yəni dediyim ki, mən təcrübəyə əsaslanım, əlimdə bir data yox. Yəni müsbət. Müsbət, bəli. Gözəl və getdikcə artır. Bəli. Demək, bilmirəm bu verilişdə demişəm, deməmişəm, hardasa demişəm bəlkə də. Demişəmsə təkrar olsun. 1980-ci ildə çəkilmiş bir film var. Onun Bəlalı sevgisi. Çox möhtəşəm filmdir. Mən dəfələrlə baxmışam ona. Deməli bir cavan oğlan psixologiya təhsili alır universitetdə. Bunu göndərirlər praktika üçün bir tikiş fabrikinə. Tikiş fabrikinin də rəhbəri bir xanımdır. Yaşca da ondan böyükdür. Sonra oğlan gəlir o xanıma vurulur. Ondan ailə qurmaq istəyir. Axırda filmin sonunda zahirən ki sözlər də uyğun gəlir və ailə quracaqlar. Onların bir dialoqu var. Deməli, restorandan gələndə xanım tikiş fabrikinin müdürü ona deyir ki, bu psixologiya sahəsi nədir ümumiyyətlə? Nəyə, hansı işə yarayır? O da çox gözəl cavab verir. Hələ 1980-ci ildə çəkilmiş filmdə deyir ki, müasir idarəçiliyin mütləq əksər hissəsi psixologiyadır. Yəni, müasir idarəçi psixoloji məsələləri bilmirsə, davranışı bilmirsə, o idarəçi ola bilməyəcək. İstəyir Harvard biznes məktəbini bitirib gəlsin, xeyri yoxdur, əzizim. Bu məcburiyyətlə, çünki sən insanlar, sən nə vaxt robotlarla işləsən, sənin 5000 insan yox, 5000 robotun olsa, onda artıq məsələ fərqli olacaq. Amma indi hələ insanla işləyirsən də, ona bir çəp baxanda qanı qaralır. Ona bir təbəssüm eləyəndə əhvalı düzəlir. İnsan bu qədər həssas varlıqdır. Siz deyirsiniz ki, məsələ müsbətə doğru gedir Azərbaycanda. Bəli, özünüz də o filmdən misal çəkdiniz ki, orada dialoq. Bəli, bəli. Bizdə nə vaxt ki, monoloq dialoqa çevrilir, o şirkətlərdə müsbət, pozitiv əhval-ruhiyyə olacaq. Əgər bir şirkətdə ki, ancaq monoloqdur, orada toksik mühit olacaqdır. Yəni, bu iki qədər asan bir məsələ. Bunun yəni, belə deyək də, yolu, amma o yolu biz necə gedəcəyik? O, böyük qabiliyyət, böyük bazarlıq tələb edir. Sətəm, əməyin mühafizəsi. Bəli. HR və sətəm arasında münasibətlər. Ümumiyyətlə, sətəm nədir? Bu əməyin mühafizəsi bölməsi nədir? Bir də bunu izah edin, xahiş edirəm bizə. Sonra HR-la bunun əlaqəsi şirkətdə. Sətəm anlayışı bizə bu əsrin əvvəllərində Azərbaycan leksikonuna daxil olmağa başladı. Ümumiyyətlə, bizim qanunvericilikdə sətəm anlayışı yoxdur. Yəni, 21-ci əsrin əvvəllərində. Bəli. Sətəm anlayışı yoxdur. Sətəmin açıqlaması sağlam əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsidir.
Bunu qısa formada sətəm deyir. Amma bizim qanunvericilikdə sətəm anlayışı yoxdur və bizdə gedir əməyin mühafizəsi. Bəzən də əməyin mühafizəsi və texniki təhlükəsizlik. Qanunvericilikdə bu formada gedir. Sətəm anlayışı dediyim kimi bizə o əsrin müqaviləsi ki bağlandı, beynəlxalq şirkətlər bizə gəldikcə onlar öz mədəniyyətlərini bu sahədə gətirdilər və onlar xüsusi önəm verirdilər və onların leksikonundan artıq bizim leksikonumuza daxil olub və hər yerdə də biz bu sətəm anlayışını istifadə edirik və bizim qanunvericilikdə mükəmmələ yaxındır bu sahədə. Mükəmmələ yaxındır. Amma mütəxəssislərimiz təəssüf deyə bilərəm ki, bəlkə də artıq 1000-ə yaxın, bəlkə 1000-dən də artıq ola bilər ki, mən tələbəyə bu sahədə dərs demişəm. 90 özü də rəhbər şəxslərə 90-95% deyərdim ki, qanunvericilik tərəfini bilmirlər. Onların var beynəlxalq NEBOŞ sertifikatları, AOŞ sertifikatları və eyni sayda sertifikatları var. Risk qiymətləndirilməsi, qapalı sahədə iş və s. və ilə axır ətraf mühitdən bağlı, yaşıl iqtisadiyyatdan bağlı. Amma bədbəxt hadisə baş verəndə dövlət qurumu gəlir. Ona deyir ki, filan sənədləri ver. Adam o sənədlərdən bağlı bir fikri, anlayışı yoxdur. Hətta dərslərində deyirəm ki, o qədər detallı yazılır. Məsəl üçün, Əmək Məcəlləsinin 211-ci maddəsi var. Orada göstərilir ki, hansı sahələrdə nələrin siyasi. Məsəl üçün, işçilərə pulsuz yemək, süd və ona bərabər tutulan müalicə profilaktik yeməklərin verilməsi siyasi. Bir dənə bənd gedir orada ki, filan kəslərə bunlar verilməlidir. Bununla bağlı o bəndə istinad. Nazirlər Kabinetinin 14 dekabr 2017-ci ildə 550 nömrəli qərarı var. Ki, işçilərə hansı rasyonda qidalar verilməlidir. Məsələn, orada 5 dənə rasyon var. Bununla bağlı həmin bu qərara istinad edərək Səhiyyə Nazirliyi 18 may 2018-ci ildə 29 nömrəli qərar çıxardı. Ki, o rasyonun içini açır. Aydın. Ki, birinci rasyonda tutaq ki, buğda unu, çovdar unu, yarma, ət nə qədər, özü də qramlarınla. Ət nə qədər olmalıdır, balıq əti nə qədər olmalıdır, mal əti nə qədər olmalıdır. Hətta o qədər detal yazılır. Məsəl üçün deyir, tutaq ki, süd verilməlidir işçiyə, zərərli əmək şəraitində. Süd olmasa nə olur? Onun ekvivalenti kimi deyir, məsələn, yarım litr süddən əvəzi 500 qram qatıq verilə bilər. Tutaq ki, o da yoxdursa 150 qram xama verilə bilər. Tutaq ki, o da yoxdursa 60 qram pendir verilə bilər. Faizi də 24%. Yəni görürsünüz, məsələlər nə qədər detallan qədər yazılıbdır. Sadəcə bunu bilmək lazımdır. Və icra olunur bunlar? Bəli, icra olunur və tələb olunur. İndi icra olunmasını ən az mən olduğum və konsultasiya verdiyim yerlərdə çalışırıq eləyək. Amma olmasa, yəni sabah Dövlət Əmək Müfəttişliyidir, Fövqəladə Hallar Nazirliyidir, bununla bağlı tədbirlər görür. Əgər insan ölümü baş verirsə, prokurorluq qarşı cinayət işi açılır. Hətta müəssisənin fəaliyyəti dayandırıla bilər. Yəni, bunlar çox ciddi məsələlər. Sətəm HR-a aiddir, yoxsa ayrı bölmək? Sətəm beynəlxalqda onun içərisində daxil edirlər. Çünki bu HR-ın rifah tərəfi var, sağlamlıq tərəfi var. Bu yeni trendlərdə. Bizdə də o trendə görə yox, yəni müəssisənin belə deyək də, işçilərinin sayının azlığı ilə əlaqədar verilə bilər, HR-a da verilə bilər. Çünki Əmək Məcəlləsinin 223-cü maddəsi var, əməyin mühafizəsi xidmətlərinin yaradılmasından bağlı. Konkret göstərilib orada ki, 50 nəfərdən artıq işçi sayı olarsa, əməyin mühafizəsi xidməti yaradılmalıdır. Nə edirəm? Tutaq ki, 50 nəfərdən azdır, şirkətin bir HR-ı var, ona işə götürən əmrdən həvalə edə bilər bu işləri. 500 nəfərdən artıq olanda işə götürənin baş mühəndis varsa onun, yoxsa işə götürənin əməyin mühafizəsi üzrə direktor olmalıdır, mütləq. 1000 nəfərdən artıq işçi sayı olduqda isə
müalicə profilaktika laboratoriyaları və həkim vəzifəsi olmalıdır və ora işçilər götürülməlidir. Yəni görürsüz nə qədər detalla yazılır. Sonra bu sən o əməyin mühafizəsi xidmətini artıq ləğv edib dəyişdirəndə mütləq Dövlət Əmək Müfəttişliyinə, Əmək və Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlisən. Necə ki biz ağac əkirik. Ağac əkəndə kimdənsə soruşmuruq ki, ağac əkək ya nə edək. Amma ağacı kəsəndə gəlib bizə deyirlər ki, sən ağacı kəsə bilməzsən. Eyni zamanda da burada sən əməyin mühafizəsi xidmətini yaratmısansa, sabah deyə bilməzsən da bu mənim xoşuma gəlmir, mən bunu ləğv edim. Yəni bu qədər. Məsələn, Avropada, Qərbdə hətta əməyin mühafizəsi işin başlanğıcında, layihəsində orada onun imzası olmalıdır. Niyə? Sən gəlirsən hardasa bir ofis olacaq, orada işçilər götürəcəksən. O ofisi tikəndə bəlkə onun altından yüksək gərginlikli xətt keçir. Bəlkə orada bir dövlət layihəsi var. Bəlkə bir ictimai layihə var. Bəlkə hər hansı bir problem var. Mütləq əməyin mühafizəsi mütəxəssislər, rəhbərlərin orada imzası, iş başlamamışdan qabaq belə. Ona görə də orada bu təhlükəli hallar, məsəl üçün azar. Biz o vaxtı yadımda əmək müfəttişliyində olanda, məsəl üçün Beynəlxalq Əmək Təşkilatı ilə bağlı tez-tez görüşlərimiz, seminarlarımız, brifinqlər olurdu. Oradan nümayəndələr gəlirdi. Məsələn, biz onlara sual verdik ki, sizdə zərərli əməyə görə əlavə əmək haqqı verilir. Dedi ki, yox. Bizdə yoldaşlar deyir ki, görürsünüz, biz məsələn Almaniyadan da qabaqdayıq. Onlarda vermirlər, amma bizdə verirlər. O qayıtda deyir ki, ümumiyyətlə bizdə zərərli əmək anlayışı yoxdur. Yəni onu o qədər sıfıra indirirlər ki, zərərli əmək anlayışı yığışdırılsın, nəinki də ona görə əmək haqqı ödəyəsin. Məsələn, zərərli əmək hansı misal üçün? Zərərli əməyi iş yerlərinin əmək məcəlləsinin 64-cü maddəsi var ki, iş yerlərinin attestasiyasının keçirilməsini şərt kimi qoyur. Keçirilmədiyi təqdirdə İnzibati Xətalar Məcəlləsi 192 nöqtə 700 manatdan 1200 manata qədər cəriməsi var. Həmin 64-cü maddəyə əsaslanıb onunla bağlı Nazirlər Kabinetinin qərarı var ki, hansı formada keçirilməlidir, necə keçirilməlidir, o attestasiya lisenziyası olan təşkilat gəlir. İş yerində tozlanmanın miqdarı, səs-küyün miqdarı, təbii süni işıqlandırma. Tutaq ki, bu süni işıqlandırmadır. Pəncərədən gələn işıq təbii işıqlandırmadır. Nəmişliyin miqdarı, zərərli qazların miqdarı, vibrasiyanın dərəcəsi. Bunların hamısını ölçürsən ki, iş yerində zərərlilik nə səviyyədədir. Eyni zamanda Nazirlər Kabinetinin 92 nömrəli qərarı var. Zərərli əməyə görə əlavə məzuniyyətlərin verilməsi. Hətta 12, 18, 24 gün əlavə məzuniyyət verilə bilər zərərli əməyə görə. Bir misal deyə bilərik, zərərli əmək misal üçün. Zərərli əməyə, məsələn, tutaq ki, sürücü. Bəzi sürücülər var ki, orada göstərir həmən Nazirlər Kabinetinin qərarında. Ki, məsələn, tutaq ki, tunellərdə sürücü, yeraltı qazma işlərində. Mədən sənayesi. Mədən sənayesi. Məsəl üçün, metrolarda, şaxtalarda, neft daşlarında. Bu sahələrdə zərərli əmək gedir. İndi orada, məsələn, biz ölçə də bilərik. İş yerlərinin attestasiyasını keçirdik, müəyyən elədik ki, haradasa nəmişlik var və ya tozlanma var. Yəni onu biz aradan qaldıra biliriksə, artıq o zərərliliyi aradan qaldırarıq və ona görə də əlavə əmək haqqı vermirik. Hətta məsəl üçün yüksəkliyə görə əmək haqqları var. Məsəl üçün 1500 metrdən yuxarı 20%, 2000 metrdən yuxarı 30% əmək haqqına əlavələr olur. Məsəl üçün tutaq ki, Lerikin hər hansı bir kəndində orada siyahı var. Konkret ki, orada kimlər işləyirsə, istəyir bələdiyyənin işçiləri olsun, istəyir müəllimlər olsun, istəyir müəllimlər, istəyir bağça işçiləri, istəyir gözəllik salonu işçiləri, fərqi yoxdur. O hündürlükdə işləyirsə, onların əmək haqqına mütləq, məsələn, 20% verilməlidir. Bravo. Yəni, o qədər detallı yazılıb ki, sadəcə bunu bilmək və tətbiq eləmək lazımdır. İndi də bu asandır. Ola bilsin bir 10 il bundan qabaq, bunlar çətin idi.
Çünki niyə sən bununla bağlı ensiklopedik biliyə malik olmalıydın? Amma indi İndi hamısı şükür Allaha texnologiya var. Yazırsan, search eləyirsən, Aysun. bir dənə baxırsan. Çünki o qərarlarda minlərdən siyahı var. Onun hamısını əzbər yadda salmaq nə mümkün deyil. Aysun. Müasir dövrdə nə də vacib deyil. Aysun. Girirsən orada axtarış verirsən, baxırsan ki, sən o zərərləməyə düşürsən. Düşmürsənsə digər məsələlərə ehtiyac yoxdur. Möhtəşəm. Ruslan müəllim, sizinlə saatlarla danışmaq olar. Əlavə ürəyiniz istəyən bir mövzu varsa deyin, yavaş-yavaş yekunlaşdıraq. Əlavə ürəyim istəyən mövzular çoxdur. Yəni bilirəm ki, ora girsək çıxa bilməyəcəyik. Deməli biz verilişdən əvvəl belə bir məsələni müzakirə elədik sizinlə ki, sizlə dərsləriniz olsun sizin və yaxud söhbətləriniz, dərsləriniz bizim Sosiologiya Akademiyasında. Əgər bu addımı atsanız, biz bu sahədə böyük bir xidmət etmiş olarıq Azərbaycan gənclərinə, bu sahəyə maraqlı olan gənclərə, HR sahəsində. Konkret faktlarla dərslər, o ola bilər 5 dərs olsun, 10 dərs olsun, hər dərs yarım saat. Bu çox geniş sahədir və bizim cəmiyyətdə, qərbdə də hiss olunur. Məsələn, hekayə meyilli cəmiyyətdir. Burada da yüzlərdən təcrübələr var. İnsanlara doğru deyirsə, onu çatdırmaq lazımdır hekayələrlə ki, onu konkret misallar üzərindən qəbul eləsinlər. Yoxsa dediyimiz kimi, sən bunu danışa bilərsən, amma adam şeir deyil ki, yəni başa düşək ki, ceyran qaçar, cüyürmələr. Şeirə yaman sataşırsınız ha? Xahiş edirəm şeirə sataşırsınız. Burada ceyran bilirsən, cüyür bilirsən, gözünün qabağına gətir, təsəvvür eləmək asandır deyə. O şeiri yadda saxlamaq asan olur. İndi düzdür, sizə qədər biz şeiri yadımızda saxlaya bilmirik. Özür Ruslan müəllim, siz şeir bölgəsindən sizi Azərbaycanın şeir və saz bölgəsində. Ay sağ ol. Əsas məsələ nədir Ruslan müəllim? Belə bir yol var da, xidmət yolu. Yəni insanlara nəyisə çatdırasan, o öyrətməyin də bir həzzi var axı. Mənəvi, psixoloji həzzi var. Biz müəllimlərə Allah onu bəxş eləyib. O öyrətmək həzzini. Allahın bir lütfüdür. Lütfüdür, həqiqətən lütfüdür. Müəllimlik peyğəmbər sənətidir də. Mənəvi bir missiyadır, öyrədirsən və əgər sənin öyrətdiklərin gözəl Azərbaycanın gözəl gəncləridirsə, onlar gedirlər, hər hansı bir yerdə işləyirlər və onun elə o mənəvi həzzi çox böyükdür. Son sözünüz varsa buyurun, yekunlaşdıraq. Son sözümüz belə deyək, sizin dediyinizə istinad. Biz 20-ci əsrin əvvəlində bir dövlət yaratdıq. Bu dövləti kim yaratdı? Həmin müəllimlər yaratdı. Əli bəy Hüseynzadə yaratdı, Rəsulzadə yaratdı, Əhməd bəy Ağoğlu yaratdı. Bunlar öyrəndilər, gəldilər, öyrətdilər, o ideyaları verdilər və biz o dövləti yaratdıq. İndi də 21-ci əsrin həmin o dövrləridir. Biz əlimizdə olan bu dövlətimizi, bax bu dərslərimizdən, ideyalarımızdan, yanaşmalarımızdan daha yaxşı bir yerlərə aparmalıyıq. Mütləq. Bizim yəni bir insan olaraq bu gün bu cəmiyyətdə, bu coğrafiyada yaşayırıqsa, bu sahədə də öz əməllərimizlə dövlətə, millətə, xalqa xidmət etməliyik. Mən sizin istənilən təklifə hazıram. Yəni cəmiyyətimiz, xalqımız qarşısında xırda bir nöqtə qədər də töhfəm olarsa, çox sevinərəm. Çox sağ olun Ruslan müəllim. Təşəkkür edirəm. Gəldiniz. Çox maraqlı, gözəl bir faydalı verilişimiz oldu. Bu verilişlərin davamı olacaq, dəyərli dostlar. Ruslan müəllim HR sahəsində silsilə söhbətlər eləyəcək bizim kanalımızda, söz verdi. Əvvəl də söhbət olmuşdu. İndi bir daha ondan söz aldım. Təşəkkür edirəm Ruslan müəllim. Çox sağ olun. Nə yaxşı varsınız və nə yaxşı sizin kimi dəyərli fədakar müəllimlər və mütəxəssislər var Azərbaycanda. Çox sağ olun. Minnətdaram. Saya görə də dəvət üçündür. Təşəkkür edirəm. Demək, Ruslan müəllim, bizim Sosiologiya Akademiyası və Açar layihəsinin bir neçə sponsoru var. Bu layihələrə sponsor
sponsorluq etmək də yüksək intellektin göstəricilərindən biridir mənə görə. Baş sponsorumuz Saloğlu Mebeldir. Saloğlu Mebel haqqında əlavə danışmağa ehtiyac yoxdur. Artıq regional brendə çevrilib, Azərbaycan brendi olaraq Saloğlu Mebeldən sizədir hədiyyə. İkinci sponsorumuz Hacı Çaylardır. Bayaqdan biz onun dadına baxırıq. Tayqa Store şəbəkəsinin Hacı Çayları. Üçüncü sponsorumuz Minibos uşaq bezləridir. O da Azərbaycan brendidir. O da artıq regional bazara çıxıb. Fəxr edirik Azərbaycan brendi ilə əgər bizi gözəl təmsil edirsə dünya bazarında. Dördüncü sponsorumuz Katsan İnşaat və deməli mebel boyalarıdır. O da Azərbaycan istehsalıdır. Və 5-ci sponsorumuz Zeni parfum mağazaları şəbəkəsidir. Bütün dostlara minnətdarlığımızı bildiririk ki, bizə maarifləndirici layihələri Azərbaycanda dəstək verirlər. Dostlar, siz də sağ olun ki, bizə dəstək verirsiniz, bizi izləyirsiniz. Bizi izləmədə davam edin. Rəhmətli Zəlmxan Yaqub deyirdi ki, desə daş olmalısan, yerimdəcə donaram. Vətən haqqında deyirdi. Desə daş olmalısan, yerimdəcə donaram. Desə quş olmalısan, dağlarına qonaram. Desə köz olmalısan, köz olub yanaram. Mən bu məhəbbətimlə ömrü sanaram. Vətən, ki gözümün ağıdır, qarasıdır, hələ bu harasıdır. Hələ bu harasıdır dostlar, hələ deyilən sözlərimiz çoxdur. Sağ olun, bizi izləmədə davam edin. Allah amanda qalın. Sağ olun. Hacı Çay, imtina edilmeyecek teklif.